Əziz gənclər, bu sözlər xüsusilə sizədir. Çünki istehlak mədəniyyətinin ən çox hədəf aldığı nəsil sizsiniz. Bugünkü dünya sizə deyir, daha çox sahib ol, daha çox göstər, daha çox istehlak et, xərclə. Telefonunu dəyişməsən, geri qalmış dəyərsiz sayılarsan. Dəbə uymasan, geridə qalmış hiss etdirilərsən. Amma bilin ki, sizin dəyəriniz ekranlarda görülənlərlə ölçülmür. Sizin dəyəriniz imanınızla, vicdanınızla, haram qarşısında duruşunuzla ölçülür. Uca Allahın buyurduğu kimi. Bilin ki, dünya həyatı oyuncaq, əyləncə, bərbəzək, düzək, aranızda övünmə və mal-dövlət çoxaltma yarışından başqa bir şey değildir. Sosyal medya sənə başqalarının parlaq anlarını göstərir, amma onların daxili boşluğunu göstərmir. Çoxu gülür, amma xoşbəxt deyil. Çoxu paylaşır, amma şükür etmir. Unutma, qənaət zəiflik deyil, gücdür. Sadəlik gerilik deyil, azadlıqdır. Haramdan uzaq durmaq məhrumiyyət deyil, izzətdir. Gəncliyini boş ehtiraslara deyil, imanına, elminə, əxlaqına sərf et. Çünki bu xalqın gələcəyi sizin vicdanınızdan asılıdır. Möhtərəm möminlər, müsəlman əşyaların əsiri olmaz. O Allahın verdiyi nimətlərə şükr edər, artıq olanını paylaşar. Çünki bilir ki, israf təkcə fərdi günah deyil, ictimai fəlakətdir. Həyatımıza bir baxaq. Vaxtımızı nəyə sərf edirik? Qəlbimizi nə ilə doldururuq? Övladlarımıza nə miras qoyuruq? Yalnız mal mı, yoxsa iman və əxlaq mı? Əşyaya sahib olun, amma əşya sizə sahib olmasın. Dünyanı əlinizdə saxlayın, qəlbinizə salmayın. Allahım, bizi israfdan, tamahdan və dünya sevgisinin əsarətindən qoru.